Hörmətli xanımlar, dəyərli qonaqlar, hər birinizi əziz və mehriban Allahın adı ilə salamlayıram. Bugün Gəncədə belə nurani və dəyərli xanımlarla bir arada olmaq mənim üçün qürur vericidir. Bizi bura toplayan, bu gözəl şəraiti yaradan Zemfirə xanıma, Sədaqət xanıma və bütün təşkilatçılara təşəkkürümü bildirirəm. Biz bugün güclüyük, çünki dövlətimizin, cənab prezidentimiz İlham Əliyevin və hər birimizə nümunə olan Mehriban xanım Əliyevanın yaratdığı imkanlardan ilham alırıq. Bu dəstək bizə daha inamlı addımlarla irəliləmək gücü verir. Əziz sahibkar xanımlar, sizlər sadəcə iş quran qadınlar deyilsiniz. Sizlər həyatı gözəlləşdirən, cəmiyyətə yol göstərən bir qüvvəsiniz. Biz qadınlar həm həyatın ağır yükünü daşıyırıq, həm də onun incə ruhunu qoruyuruq. Mən də bir sahibkar olaraq səhiyyə sahəsində fəaliyyət göstərirəm. Mənim üçün tibb sahəsi bir peşə deyil, insan həyatına toxunmaq məsuliyyətidir. Rəhbərlik etdiyim Vip Milan Hospital şəhərin mərkəzində yerləşən 7 mərtəbəli müasir tibbi müəssisəsi olaraq 5 blok əməliyyatxanaları, fizioterapiya, diagnostika, stasionar və poliklinika şöbələri ilə fəaliyyət göstərir. Bizim məqsədimiz yalnız müalicə etmək deyil. Biz insanlara ikinci bir şans, gələcəyə yeni bir ümid veririk. Çünki hər bir sağlam xəstə, xoşbəxt bir ailə, hər xoşbəxt ailə isə güclü bir cəmiyyət deməkdir. Lakin nə qədər işgüzar və güclü olsaq da, hər birimizin qəlbində həssas bir nöqtə var. O nöqtə ruhun səsi olan sənətdir, şeirdir. Mən də Azərbaycan, Türkiyə və Özbəkistan Yazıçılar Birliyinin fəxri üzvü kimi bu gözəl məclisi ruhun səsi ilə tamamlamaq istəyirəm. İcazənizlə bir şeirimi sizlərə təqdim edirəm. Yazacağam çox sadə, bəlkə də 3-5 cümlə. Yağışın yağmasından, günəşin doğmasından, küləyin əsməsindən, və daha nədən yazılası çox şey var. Amma yazmayacağam mən sənə olan sevgimdən. Sənə məktub yazacağam. Gedən ümidlərimlə yağışın yağmasından, güneşin doğmasından, küleyin esmesinden sana mektup yazacağım. Ya bugün ya da sabah esas odur yazacağım. Ama oku sana. Sana mektup yazacağım. Senden uzak yerlerden. Sana mektup yazacağım. Sensiz geçen günlerden. Ama yazmayacağım ben sana olan sevgimden. Ama yazmayacağım sana olan sevgimden.